Şair Kərbəlayı Vüqar xoş gəlib, səfa gətirib. Ya Allah, ya Allah, tut elimden elim boşur dünyada fendayam, yüreğim bir sene hoştur. Bir də axşamınız xeyir olsun. Hər iki qonağımızı salamlayıram. Bugün doğrudan da çox dəyərli və gözəl bir gündür. 1000 aydan xeyirli bir gecədir, Qədir gecəsidir və həqiqətən də müsəlman aləmini təbrik etməyə dəyər. Çünki dəyərli bir gecədir, dəyərli bir məqamdır, dəyərli bir andır və bu gündə təbii ki buyurulur ki, yəni mümkün qədər səhərə qədər oyaq qalmaq lazımdır, Quran oxumaq lazımdır, dualar söyləmək lazımdır, ibadət etmək lazımdır. Bax, bu barədə söhbət edəcəyik dəyərli qonaqlarımız və çox sağ olun, yenə də bizimləsiz Hacı Şahin. Necəsiniz? Çox sağ olun. Dəvətə görə minnətdarlığımı bildirirəm. Hər şey yaxşıdır, şükür Allaha. Çox sağ olun. Çox gözəl, çox gözəl və bir daha da mən Vüqar qardaşımı salamlayıram. Məlumatlıyıq, şeirlərinizdən xəbərdarıq və inanırıq ki, bugün sizin söyləyəcəyiniz fikirlər də, şeirlər də hər bir tamaşaçımızın ürəyindən olacaq və burada əyləşən auditoriyada olan tamaşaçılara da deyirəm ki, sizin də ürəyinizdən keçən suallarınız varsa, çox rahat bir şəkildə mikrofon istəyə bilərsiniz, suallarınızı səsləndirin, cavablarınızı da inşallah ki alarsınız. İlk sualımız da Hacı Şahinə olacaq ki, Qədir gecəsini anladaq bizim dəyərli tamaşaçılarımıza, bu gecənin fəzilətindən, xeyrindən və əsas görməli işlərimizdən bir müsəlman kimi. Buyurun. Qədir gecəsi 1000 aydan daha xeyirli bir gecədir. Qədir gecəsi elə bir gecədir ki, onun adına Quran-ı Kərimdə bir surə nazil olub, Qədir surəsi. Və bu Qədir surəsində qeyd olunur ki, biz onu, yəni Quranı Qədir gecəsində nazil etdik və dərhal soruşulur ki, sən nə bilirsən ki, nədir Qədir gecəsi? Yəni siz təsəvvür edin, bu gecənin üstünlüyü nə qədər çoxdur ki, Allah öz rəsuluna, öz peyğəmbərinə deyir ki, sən nə biləsən ki, nədir Qədir gecəsi? Bu sual artıq bu gecənin fəzilətini bizə çatdırır. Yəni hətta dillə ifadə olunmayacaq dərəcədə fəzilətli bir gecədir. Yəni biz burada nə qədər saatlarla tərif etsək belə, bir gecə ki, Allahın peyğəmbərinə sualı bundan ibarət ki, sən nə bilirsən, nədir Qədir gecəsi? Deməli, biz bu gecəni tam anlada bilmərik, başa sala bilmərik. Və arxasıca buyurur ki, Qədir gecəsi 1000 aydan daha xeyirlidir. Yəni 1000 ay çoxluğu bildirir. Burada söhbət konkret bəzi təfsirçilər deyir ki, 1000 aydan söhbət getmir. Ümumiyyətlə, yəni bir insan ömründən söhbət gedir. Yəni bu gecə təklikdə bir ömürdən daha fəzilətlidir. Dəyərini bildirmək üçün. Dəyərini bildirmək üçün, bəli. Və bu gecə Quran-ı Kərim nazil olub. Ümumiyyətlə, Ramazan ayının fəziləti elə bu oxunan ilahidə də qeyd olunurdu. Quranın nazil olması səbəbindən. Yəni Ramazan ayı digər aylardan ona görə üstün deyil ki, bu ayda oruç tuturuq. Ramazan ayı ona görə üstündür ki, Allahın bəşəriyyətə göndərdiyi son kitab, ən kamil din olan İslam dini Quran-ı Kərim bu ayda nazil olub Peyğəmbərimizin qəlbinə və böyük bir əzəmətli bir hadisədir bu. Həm ictimai baxımdan önəmli hadisədir, tarixin bütün gedişatını dəyişə bilən bir hadisədir. Yeni bir mədəniyyətin, yeni sivilizasiyanın doğduğu bir gündür. İslam sivilizasiyasının dünyaya günəş kimi parladığı bir gecədir. Bəli. Yəni Quran-ı Kərimin Peyğəmbərimizin qəlbinə nazil olması. Eyni zamanda mənəvi baxımdan da çox əzəmətli bir hadisədir. Yəni siz təsəvvür edin, biz bu Quranı dağlara, daşlara nazil etsəydik, onları parça-parça olmuş görərdin. Yəni görün, Peyğəmbərimizin qəlbi nə qədər böyük bir qəlbdir, əzəmətlidir ki, bu Quranı qəbul etməyə belə deyək, gücündəydi, iqtidarındaydı. Bəli. Ona görə də bu gecə Peyğəmbərimizin qəlbinə Quranın nazil olması heyrətamiz bir hadisədir. Onu mənəvi fəzasını izah eləmək olmur. Yəni bu gecəni səhərə qədər sizin də qeyd etdiyiniz kimi oyaq qalmaq tövsiyə olunur. Bəzən bu gecələrə əhya gecəsi də deyirlər. Bəli. Əhya sözü həyat sözündəndir. Yəni dirilik gecəsi. Yəni səhərə qədər əhya saxlamaq, yəni oyaq qalmaq. Amma oyaq qalmaq təkcə fiziki anlamda yox. Bəli. Gözün oyaq qalması yox. Çünki insanlar var ki, dəqiqələrini sayır ki, səhər açılsın, tez gedib
yatım. Bəli. Məsələn, nəyisə baxır, hansı Yo, elə filmlər. qalsınsa biz başqa vaxt elə oyaq Başqa qalırıq. vaxtda da da, oyaq bəli. qalırıq, bəli. Yəni bu gecə Faydalı oyaq qalmaqdan faydalı qalmaq. söhbət. Yəni qəlbin qəflət yuxusundan oyanması, ruhun dirçəlməsi üçün bir fürsət olan gecədir. Ona görə də bu gün müsəlmanlar oyaq qalır. Bu üç gecədən birinə təsadüf edir. Bəli. Ya Ramazan ayının 19, ya 21, ya 23-cü və 25-27-ci gecələrinə də ehtimal verilir. Yəni Qədr gecəsinin dəqiq günü bizə bildirilməyib. Mən belə başa düşürəm ki, bunun hikməti budur ki, Peyğəmbərimiz istəyib ki, biz daha çox gecələr ibadət edək və bir şeyi biz özümüz axtarırıqsa, deməli o daha dəyərli olur bizim Bəli. üçün. Ona görə də bu gecələrdə bu Qədr gecəsini axtarmağımız bu gecənin fəzilətini daha da artırır və hər halda bütün bu tək gecələri, xüsusilə 19, 21, 23-cü gecələrdə lap xüsusi çox ehtimal var ki, Qədr gecəsi olsun və biz oyaq qalıb bu gecəni səhərə qədər ibadət və dua halında keçirməyimiz İnşallah, tövsiyə inşallah. olunur. Çox suallarımız var. Yenə söyləyəcəyəm, həm o Qədir sözü ilə bağlı suallarımız da var, səsləndirəcəyəm. Orada bir maraqlı sual var. Məsələn, indi yenə Hacı Şahinə müraciət edəm. Sizi də diqqətdən kənarda qoymayacağım inşallah. Çox maraqlı bir fikir söylənir. Deməli, Qədir gecəsinin adı ilə bağlı orada bir maraqlı sual gəldi bizə. Deməli, yazmışıq ki, bəzi alimlər Qədir sözünü darlıq və sıxlıq mənasında yozur. Həmin gecə yerə enən mələklərin əlindən sıxlıq yarandığına görə Qədir adlanır. Yəni bu fikir var. Bu doğrudurmu? Və bir fikir də var ki, Qədir gecəsinin adının mənası bu gecənin qədrini bilmək kimi ifadə olunur. Yəni bu suallara cavab istəyərdi tamaşaçılarımız Bəli, təbii bəzi ki. təfsirçilər mələklərin sıxlığı ilə bağlı bu gecənin belə adlandırılmasını qeyd ediblər. Çünki həmin gecə Quranın buyurduğuna görə mələklər və ruh Allahın izni ilə yerə inər. Yəni bütün mələklər yerə enər və ibadət edən insanları ziyarət edərlər. Və Qədr gecəsi ilə bağlı belə bir fikir də səsləndirirlər ki, bu gecə həm də qədərin müəyyən olunduğu gecədir. Yəni qəza və qədər məfhumu var dinimizdə. Çox mürəkkəb mövzulardan biridir. İnsanın müqəddəratı, yəni insanın qisməti. Bu çox ciddi mövzulardan biridir və insan nə qədər azaddır, nə qədər qəza və qədərə məhkumdur. Bu barədə yəni geniş danışmaq olar, amma yəni burada ona fürsət yoxdur. Amma bunu qeyd eləmək olar ki, Qədr gecəsi haqqında hədislər var ki, insanların gələn bir illik müqəddəratı bu gecə müəyyən olunur Qədr gecəsində. Yəni gələn il bu vaxta qədər başına gələcək hadisələr, hətta ruzunun bölünməsi, bütün mənəvi sağlıqla da bağlı və sağlıqla bütün hadisələr bu gecə müəyyən olunur. Yəni bu hədislərimizdə qeyd olunur, Qədr gecəsində yəni müəyyən olunur. Qədr gecəsində, amma bəzi insanlar buradan belə sual yarana bilər ki, məsələn bu alın yazısı anlamında olur. Onda insan azad deyil, yəni hər şey ona əvvəlcədən müəyyən edilir. Onda insan azadlığının anlamı nədir? Onda insan əgər taliyə məhkumdursa, onda yaxşı olmasının dəyəri nədir? Pis olmasına görə niyə cəzalar verilir? Burada söhbət ondan gedir ki, bizim mənəvi vəziyyətimizə adekvat olaraq bizə taliyə müəyyən edirlər. Yəni biz bu gecəni necə keçiririk, ona uyğun şəkildə bizim üçün taliyə müəyyən edilir. Deməli, öz taliyemizi faktik olaraq özümüz qururuq. Yəni Allah bizim halımıza baxır, bu gecəyə yanaşmamıza baxır, bu gecə hansı vəziyyətdə olduğumuza baxır və gələn ilə qədər bütün bu hadisələrin necə cərəyan eləməsi müəyyən edilir. Bizim seçimimizdən. Yəni bu yəni çox da belə deyim, bəzilərinin düşündüyü qədər primitiv, sadə məsələ deyil. Sadə görsənə bilər. Bəli, insanların elədiyi əməllər, ümumiyyətlə keçmişdə etdiyimiz əməllər bizim gələcəyimizə təsir qoyur. Yəni biz keçmişimizin girovuyuq və bu Qədr gecəsində bizə fürsət verilir ki, biz öz əməllərimizin girovluğundan özümüzü azad edək. Biz tövbə etməklə sanki azadlığa qovuşuruq. Axı biz bilirsiniz, dünyada səbəb-nəticə qanunu var. Nəyisə bugün edirsənsə, neçə müddətdən sonra onun zərbəsini alacaqsan, ya mükafatını alacaqsan. Yəni etdiyimiz əməllər gələcəyimizə təsir qoyur. Qədr gecəsi bizə fürsət verilir ki, keçmişdə elədiyimiz, boynumuza astığımız o zəncirlərdən azad olaq və tövbə edək. Və ona görə də Qədr gecəsi həm də bu müqəddəratla bağlıdır. Gələcək müqəddəratımızın necə olması, hadisələrin necə cərəyan eləməsi bu gecəni necə keçirməyimizdən asılıdır. Ona görə də bu gecə insanlar Allah dərgahına yönəlir, tövbə edir, dua edir ki, dua ilə öz xoşbəxt gələcəklərinə yardımcı olmuş olsunlar. Bəli, çox gözəl. İzzət Bağırov. İzzət Bağırov, təbii ki, bir çox insanlar həqiqətən də tamaşaçılar içərisində də var. Bir çox insanlar fikirləşirlər ki, bizim sənətimizdə olaraq
iman gətirmək çox çətindir, çox qəlizdir. Yo, Azər, vallahi Amma o biraz maşallah gör çox sağ neçə ol. ildir qardaşım Təşəkkür artıq edirəm. bu yoldadır və bayaq da mən elə belə söyləmədim ki, bir çox sənət insanlarına nümunə ola biləcək bir insandır İzzət Sağ ol, Bağırov, belə çox bir sağ ol. qardaşdır. Təşəkkür edirəm, minnətdaram və belə gözəl insanlarla hər zaman məni də və çox vaxt da mən verilişlərə Əli Şahin ilə bərabər bir yerdə olur və Hacı Surxay ilə bərabər dəvət edirlər. Sağ olsunlar, yəni ki, nəzərinizdən qaçmır. Təşəkkür edirəm və mən bayaq oxudum mahnı istəyirəm sözlərini Buyur. xüsusilə qeyd edeyim çünki özü bugün aramızda olmasa da qəlbi bizimlədir. Hər zaman sizin verilişinizdə də keçən həftə qonaq oldu bizim Hacı Elşən Xəzərin Bəli. Sözləridir. Mən oxuduğum mahnı və musiqisi də Hacı Nazimindir. Nə gözəl, Yəni, nə gözəl. Hər yaradıblar mənim üçün, ikisini sağ olsun, salamlayırıq, təşəkkür ürəkdən edirəm. salamlayırıq. Və o ki qaldı bugünkü gecəmizə, valla mən çox sağ olun. Bugünkü gecəmizə mən Hacı Şahin bizim gözəl ilahiçimiz, gözəl insan, maşallah elə də gözəl danışır ki, Mirvari kimi hamısını gözəl düzür. Amma mən bir şey haşiyə çıxmaq istəyirəm onu xüsusilə qeyd edeyim. Bu Ramazan ayında ümumiyyətlə ümumiyyətlə bu Ramazan ayının fəziləti o qədər böyükdür ki, yəni bu ayın fəzilətini bu danışdıqca bitən bir şey deyil. Yəni tükənməz. Sonsuzdur, Gərək çox bəli. sonsuzdur, bəli. Qüdrəti Və tək bir sonsuzdur. dənə bizim üçün gələn İslam peyğəmbərinin vasitəsilə bizə göndərilmiş Quran-ı Kərimdən əlavə də həmçinin bütün ümumiyyətlə səmavi kitabların hər dördü də Ramazan ayında nazil olub. Bəli. Yəni istir İncil, Tevratda, Zəburda, bunlar hamısı müəyyən peyğəmbərlər vasitəsilə Allah tərəfindən bizə, həmçinin bizim müqəddəs kitabımız Quran-ı Kərimdə hər dördü Ramazan ayında nazil olan kitablardır. Sadəcə biz indi Quran-ı Kərimi möhtəşəm qeyd edirik Qədir gecələrində, bunu yada salırıq. Təbii ki, biz indi müsəlman olduğumuza görə bizim İslam peyğəmbərimiz Məhəmməd peyğəmbərin vasitəsilə bizə çatdırılan kitab olduğuna görə biz təbii ki, bunu daha geniş. Amma ki, Ramazan ayının fəziləti o qədər böyükdür ki, bu ayda bütün səmavi kitablar hamısı Ramazanda nazil olub. Yəni bu ayın fəzilətini ona görürəm ki, danışdıqca bitib tükənən bir şeylər deyil. Adəm peyğəmbərdən Məhəmməd peyğəmbərin zamanına qədər həmişə bu kitablar gəlib, həmişə Ramazanda nazil olub. Yəqin Hacı mənim sözümü təsdiqləyər Nə ki. gözəl. Yox, mən bugün bu ilk dəfə İzzət Bağırovdan eşitdim bunu ki, bütün kitablar Biz də eşidirik, Ramazan oxuyuruq. ayında. Hərdən görsən mənim Instagram səhifəmdə mən bütün gün bunları paylaşıram. Maşallah, görürük. Tamaşa, Hamısını mən paylaşırsın. İzləyən 50 mindən çox orada izləyicim var. Mən bütün gün onları bir günbəgün onları Savabdır hamısını orada təbii ki, bəli. paylaşıram, oturam, yazıram. Mənə deyirlər, səndə hövsələ var, otur bunları yazırsan. Deyirəm, valla Allah əgər mənə veribsə, mən bunu bilirəmsə, gələn mən də kimdən çox paylaşam, mütləqdir. Və bəzən də görsən, elə suallar verilir orada ki, elə suallar yazırlar mənə ki, görürəm ki, məsəl üçün sualı cavablandırmasaq, olmaz da cavab yazmaq lazım. Bilirəmsə cavab yazıram. Bilmədiyim şeyə də zəng vururam. Bizim gözəl ilahiyyətçilərimizdən zəng vurub soruşuram. Məsəl üçün, istər elə Hacı Şahin olsun, istər Hacı Surxay olsun, Hacı Elşən var, bizim dostlarımız. Bilirəm ki, mükəmməl bilən insanlar. Bəli. Hansı ki, Elmi onlar tərəfi. həqiqətən də bu işi mükəmməl. Bir də mütaliə eləmək lazımdır Azər qardaşım. Mütaliə eləmək lazımdır. Gözəl kitablar oxumaq lazımdır, baxmaq lazımdır, sonra filmlərə baxmaq lazımdır, tarixi varaqlamaq lazımdır. Yəni bunları bilə-bilə mütaliə etdikcə insan artıq özü, necə deyirlər, rus demişkən bagaj olur da, kamilləşir və bu artıq sən özünün ehtiyac olmur kimdənsə nəyisə öyrənəsən. Bəli, çox gözəl. Yox, məsələn, mən bugün öyrəndim İzzət Bağırovdan ki, bütün kitablar əslində Ramazan ayında nazil olub. Çox gözəl. Və bax, bugün burada bizim Hacı Elxan var, məddah deyilir və olub bizim verilişimizdə belə bir qonağımız olub. Amma mənə gəlir ki, biz elə bir çox fürsət tapa bilmədik ki, məddahlıq barədə bizə biraz açıq məlumat versin. Bax, bu barədə istəyirəm ki, Elxan qardaşım bizi məlumatlandırsın. Həm də təbii ki, tamaşaçılarımızın. Açıqdır mikrofondan. Allah. Mən də salamlayıram sizi, Azər müəllim. Çox sağ olun. ATV telekanalının bütün əməkdaşlarını salamlayıram. Dəyərli bizi izləyən insanları salamlayıram. İstər burada, istər televiziya vasitəsilə. Allah razı olsun. Musiqiçilərimizi salamlayıram və yanımda əyləşən dəyərli insanlar ki, Allah salamat eləsin inşallah. Həqiqətən də Hacı İzzətin sözü olmasın, biz ilahiyyatçılarımızdan bəhrələnirik bu gün də. Ta ibtidadan tutmuş ta bu günə qədər ki, Allah Hacı Şahinin də vücudun bir bəla eləsin inşallah ki, sağ olasınız, mənə də dəvət eləmişsiniz bu verilişə. Məddahlıq sözünün mənası bir şeyi mədh eləyərsən. Ey xoş o kəsin halına məddahi Əlidir. Dünyada ədalətlilərin şahı Əlidir. Siz bu sualı verdiniz. Təsadüfən düşdü bu şeir yadıma. Kərbəlayı Vüqar qardaşımın da Allah
qələminə bərəkət versin inşallah. Təsadüf yoxdur. Bu Allahın istəyidir. Bəli, yəni biz üçün təsadüf üçün, ola bilər, bəli. amma Allahın bir hikmətidir təbii ki. Yəni insan çox şey məth eləyə bilər də. Məsələn, çox şairlər olub, gəliblər, gediblər, dağı vəsf eləyən olub, gülü vəsf eləyən olub, səmanı vəsf eləyən olub, Allahın yaratdıqlarını. Amma nə xoş olar ki, Allahın yaratdığı məsumları vəsf eləyəsən. Mən belə deyərdim, üzr istəyirəm əzizlərimdən, qardaşlarımdan. Ki, nə xoş olar ki, Allahın bəyəndiyi şeyləri vəsf eləyəsən. Məsələn, Əhl-i Beyt əleyhimussalamı vəsf eləyəsən. Xüsusən də bu aylarda ki, Hacının sözünə, Hacı İzzətin sözünə müdam verirəm. Ki, yəni, məsələn, bu ayın ibadətini yığıb yığışdırmaq olmaz fəzilətini, onun əzəmətini. Ona görə də insan nə qədər çalışsa ki, bu aylar daha da... Yəni, biz bu ay deyirik, yəni mənim sözüm o demək deyil ki, ya qeyri aylarda insan günah eləsin, qeyri aylarda insan, bəli, üzr istəyirəm, Allahını, Peyğəmbərini unutsun, əqidəsini unutsun. Yox, sadəcə olaraq bu ay Allah özü açıb da, Azər mənim qapını ki, bəndələrə. Bu mənim süfrəmdir. Bu süfrəyə kim gələr, qonaq olar, xoş halına. Hətta belə bir üzr istəyirəm qurban sənə. Hətta belə bir deyim də var ki, birdən kimsə şək gələsə ki, bu gecə görəsən Allah məni bağışladı, bağışlamadı, günah eləmiş olar. Yəni ki, günah heç o haqda düşünmə. Allah bu gecə tövbə eləyəni, Allahdan bağışlanmaq istəyəni Allah bağışlar. Yəni Allahın birinci, mən üzr istəyirəm çox qısa, o mədhdən gəldi söz. Birinci Allahın özünü mədh eləyəsən. Bu ay sevir ki, birinci Allahın özünü mədh eləyəsən, Allahı zikr eləyəsən. Mədh yəni nə deməkdir? Yəni vəsf eləmək deməkdir, tərif eləmək deməkdir, aciz ol. Kərbəlayı, səhvimizə vəsf sözü də ona tərif eləmək deməkdir. Allah'a tərif eləyəsən, Allah'ı zikr eləyəsən. Ondan sonra Allah'ın yaratdığı o müqəddəsat ki var, o da məlumdur da. Əlhamdülillah ki, bu ölkə müsəlman ölkəsidir. Maşallah. Onları tərif eləyəsən, zikr eləyəsən, bu Allah'a da xoş gedər inşallah və bunun əzrini inşallah bəndə özü də həm dünya və həm axirət cəhətdən qazanır. İnşallah, amin. Çox gözəl, çox gözəl. Yox, estağfurullah. Və bugün gözəl qardaşımız Kərbəlayı Vüqar şair buradadır və təbii ki, bilirəm ki, belə günlərdə sizə çoxlu müraciətlər olur, dəvətlər olur və sizlərdən şeir və yaxud qəzəl rica edirlər və inanıram ki, bugün də verilişimizə əli boş gəlməmişsiniz. Yallah. Mən də salamlayıram Azər müəllim, cümlə tamaşaçılarımızı, sizi salamlayıram. ATV kanalının rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, çox sağ olsunlar, mənə də dəvət ediblər. Hörmətli ruhanimiz buradadır, Hacı İzzət qardaşımız, Allah Hacı Elxan qardaşımızdan da razı olsun. Çox ətraflı maşallah danışdılar Ramazan ayı haqqında, bu ayın fəzilətlərindən, şərafətlərindən. Doğrudan da mübarək aydır, müqəddəs aydır, yəni insanlar üçün Allah tərəfindən rəhmət kimi göndərilmiş bir aydır. İnşallah bu ayın şəhidi də var. Hacı Şahin qardaşımız lap dəqiqin bilər bu ayın şəhidi Əli əleyhissalamdır. İstəyərəm inşallah Əli əleyhissalam haqqında bir şey deyim sizlər üçün. Nə gözəl. Nə xoş bizlərə ki, bunu dinləyəcəyik. Buyurun. Ya Allah. Mikrofon dəyiş qardaşım. Dəyişməsin, yaxşı. Dəyişməsin deyə qalsın. Ya Allah. Bu Əli əleyhissalamın mövludu haqqında yazılmış bir şeirdir. Mövlud yəni viladət günü, dünyaya gəlişi günüdür. İnşallah xidmətinizə ərz eləyərəm. Bəxş edib zövq-i səfa aləmə mövlud Əli. Bəxş edib zövq-i səfa aləmə mövlud Əli. Göz açıb dəhrə bugün mülk-i vilayət gözəli. Xaliqə bəndədir, Peyğəmbəri İslamə vəli. Ona Allah elə bir rütbə-i əlanı verib, ona Peyğəmbər əmanət qızı Zəhranı verib. Mat olub ərz-i səma əhli gözəl surətinə. Olsun izzətlilərin canı fəda izzətinə.
qeyrəti çatmaz əlinin qeyrətinə. Çün əlidir kişilik məktəbinin ustadı, mərifət əhlinə ruhani qidadır adı. Vardı məxsusu bir iz, Kəbədə qalmış əbədi. Beytül Haqq etdi qəbul Fatimə binti Əsədi. İzn ilə körpəsini bətnidən azad elədi. Olmayıbdır belə bir hadisə tarixdə hələ, hansısa İbn Bəşər Kəbədə dünyaya gələ. Əli tək şahanı, ey qafil ədalətləndi. Əlinin adını ey şiyə məhəbbətləndi. Sorsalar kimdir Əli, susma, şərafətləndi. Dustudur Allahın ən sevgili peyğəmbərinə, nökər olam onların nökərinin nökərinə. Sağ ol Kərbəlayı, sağ ol. Bir arqıl işləyək Kərbəlayı, əhsən. Ey olan hər iki dünyada vəfa əhlinə şah. Gecə gündüz sənə heyrətdədir xurşid ilə mah. O günəşdirmi məgər asimanı bürümüş nuru təcəllabı sabah. O günəşdirmi məgər pərdeyi ruxsarın açıb, ya Əlinin üzüdür cilveyi Rəbbani saçıb. Qafila, etmə təsəvvür dəli divanələri, aqil adlandırar aqil vəli divanələri. Tanısın qoy bizi dünya əli divanələri. Eşq-i Heydər elə atəşdir ki əsla sönməz. Hər kimin zatı halal olsa əlidən dönməz. Ey Vüqar, heç fikrim yoxdur mənim dahi olam. Budur fikrim, ağamın çakəri dərgahı olam. Mən kiməm, mən nə itəm ki əlimə dahi olam. Əl qərəz ki, əli bir kəsdir ki, yerlər, göylər, eydi mövluduna şövq ilə mübarək söylər. Eydi mövluduna şövq ilə mübarək söylər. Teşekkürler. Allah razı olsun. Telefon xəttində tamaşaçımız var. Alo deyək. Alo. Alo. Salam əleykim. Salam əleykum Azər qardaş. Salam əleykim. Kiminlə danışırıq? Necəsiz? Orxandır, Orxan. Ha, nə gözəl qardaşım. Salamlayırıq ürəkdən Orxan qardaşımızı. Mən də salamlayıram sizə Azər. Buyurun, dinləyirik. ATV-nin bütün heyəti, sizin heyəti salamlayıram, rəhbərliyi salamlayıram. Dostlarınızı salamlayıram, möhtərəm Ustadımı Şahini salamlayıram. Qonaqlarınızı salamlayıram, Kərbəlayı Rıza qardaşımı, Həzizət qardaşımı. Çox gözəl. Qardaşımızı salamlayıram. Mən yəni doğrudan da gözəl təsir bağışlayır bu Ramazan ayında, bu müqəddəs ayda baxırıq, izləyirik. Yəni bu bizdən necə deyim? Alo. Bəli, eşidirik sizi. Narahat olmayın. Bəli. Yəni bu bizdən sonra gələn nəsillər üçün də gözəl nümunədir. Mən arzulayardım belə bu-havada olan verilişlərimizin sayı daha çox olsun. İnşallah. Doğrudan da yəni oturub mən evdən izləyirdim. Yəni o qədər gözəl təsir bağışladı ki verilişin havası. İstədim zəng vurum, heç olmasa belə zəng vasitəsi ilə qardaşlara dəstək olun. Bir də mömin dostlar, qardaşlar zəng vururlar. İndi ola bilər yığırlar, zəng vuran çoxdur, düşə bilmirlər. Bir sual var, onu elə bir dillərək Şahindən soruşaq. Buyurun. Bu elə bir ki, məsələn, əlbəttə, yəni, bilənlər indi, hamı yəqin ki, bunu müsəlmanlar gözəl bilir ki, bu Qədir gecələrində ziyarətgahlara, ocaqlara getmək yaxşıdır. Amma məsələn, insanlar var ki, gedə bilmir də, yəni mümkünatı yoxdur getsin. Yəni, o barədə sual verirlər, Şahin qardaşımızdan soruşmaq istəyirlər ki, yəni o evdə oturub keçirməyin elə bir qüsuru yoxdur ki, yəni. Aha. Nə gözəl. Təşəkkürlər. Çox sağ ol. Minnətdarıq. Yəni vacibdirmi
məscidə getmək? Təşəkkür edirəm Orxan qardaşımıza, yəni dəyərli fikirlərinə görə və özü də mən bildiyimə görə Kərbəlayı Vüqar da təsdiq edirlər. Elə o da dəyərli mövzularda sənət adamıdır, həm də bu mövzularda qəzəlləri, şeirləri var və sualına cavab olaraq bunu qeyd edeyim ki, bu gecə yaxşı olar ki, insanlar əhyanı məscidlərdə saxlasınlar. Çünki insanların bir yerdə toplaşıb dua eləməsi duanın qəbul olmasını tezləşdirir. Yəni, məsələn, 40 nəfər insan bir yerdə toplaşır, dua edirsə, dua daha tez qəbul olunur, ondan daha çox. Yəni, ola bilər o insanların içində bir dənə Allahın dostu ola bilər, onun amininə görə Allah bütün insanların duasını qəbul edər. Yəni, cəm halda insanların bir yerdə toplaşıb dua eləməsi çox bəyənilən əməldir. Amma kiminsə buna imkanı yoxdursa, evində oturub əhya saxlamağın heç bir eybi yoxdur. Yəni, evdə də qalıb səhərə qədər əhya saxlamağın heç bir eybi yoxdur. Yəni, əhyanın şərti bu deyil ki, məscidə gedəsən ya ziyarətgaha. Amma olsa daha yaxşı olar. İnsanlarla toplaşa bir yerdə dua etsə insan daha yaxşı olar. Amma olmasa da, yəni ümumiyyətlə bunun hər hansı bir problemi yoxdur. Yəni əhya üçün hər hansı bir maneə yaratmır və əhyanı evdə də saxlaya bilər və fərdi qaydada öz ibadətlərini icra edə bilər. Nə gözəl və bayaq iki sualda mən orada yəni izlədim göndərilən suallarda ki, Qədir gecəsinin bitdiyi vaxt zaman onu soruşurlar. Bir də soruşurlar ki, namaz qılınması ilə bağlı. Əgər bir insanın qəza namazı qalıbsa, həmin o Qədir gecəsində o qəza qılınmayıbsa, o namazı qılmaq məqbuldurmu? Başa düşdüm, bəli. Deməli, Qədir gecəsinin bitmə vaxtı sübh azanı verilən zaman gecə bitir. Amma Qədir günü, yəni gecənin səhəri gün, axşam azanına qədər insanların elədiyi əməllərin savabı ilə Qədir gecəsi kimi hesablanır. Yəni, axşam azanından növbəti axşam azanına qədər, sabahçı günün axşam azanına qədər, elə Qədir gecəsinin savabı qədər insanın əməllərinə savab yazılır. Amma gecə bitir sübh azanında. Gecə sübh azanında bitir və yeni gün başlanır. Bu bir məsələdir. İkinci sual... İkincisi, yəni qəza namazı kiminsə boynunda qəza namazı varsa, Qədir gecəsinin namazı əvəzinə, müstəhəb namazın əvəzinə günlərinin keçmişdə qılmadığının qəzasını qılsa daha yaxşı olar. Və mən bir daha bunu qeyd edeyim. Bunu Həzrət Əli əleyhissalamdan oxudular və Həzrət Əli əleyhissalamın vurulduğu bir gündür. Mən o qəzəl və həmin ilahi fonlanında bir şey fikirləşdim ki, doğrudan da Azərbaycan xalq üçün Həzrət Əli və Əhl-i Beyt vəhdət rəmzidir. Yəni, Azərbaycanda məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar üçün Həzrət Əli əleyhissalam çox əziz bir şəxsiyyətdir və heç bir məzhəb o şəxsi özəlləşdirə bilməz. Yəni, inkar edə bilməz. Bəli, inkar edə bilməz və özünki elan edə bilməz. Bütün İslama məxsus bir şəxsiyyətdir və Azərbaycanlılar üçün də ortaq bir dəyərdir və bəlkə də siz dediniz, təsadüfü deyil. Allahın işində təsadüf olmur ki, məhz Quranın nazil olduğu gecə, onun da şəhid olduğu gecəyə təsadüf edir. Yəni, bu iki dəyər qovuşur, birləşir və bu iki dəyər, yəni Allahın kitabı və Həzrət Əli əleyhissalam tərənnüm edilir bu əməllərdə. Ona görə də yəni mən ümumiyyətlə biz xoşbəxt bir ölkədə yaşayırıq ki, Azərbaycanda məzhəblər arası birlik var, qardaşlıq var. Bu bizim üçün böyük bir nemətdir. Yəni bu nemət başqa ölkələrdə biz bilirik nələr baş verir bu zəmində. Amma Azərbaycanda biz bu dəyəri qoruyub saxlamalıyıq və kimsə bundan əleyhinə hansısa bir addım atırsa ona dur deməyi bacarmalıyıq. Çünki Azərbaycan xalqı min illərlə bu vəhdəti, birliyi qoruyub saxlayıb və bugün də bunu qoruyub saxlamağa borcluyuq və şükür olsun Allaha ki, Azərbaycanlının inancında bütün müsəlmanlar buna qardaşdır. Hətta insanlara sayğı ilə, məhəbbətlə yanaşmaq var. Bizim dünya görüşümüzdə həmin Həzrət Əlinin Malik Əşdərə məktubunda qeyd olunur ki, öz valisinə deyir ki, insanlar səninlə ya din qardaşıdırlar, müsəlmandılar, ya da yaradılış baxımından. Yəni, insan olaraq sənin qardaşlar, ona görə də hər bir insana sayğı və hörmət və məhəbbətlə yanaşmalıdır. Və şükürlər olsun ki, Azərbaycanımız elə bu mövzuda da çox böyük bir nümunədir. Bir çox ölkələrə böyük nümunədir. Buyur, bir söz qeyd edeyim. Hətta buna misal çəkmək də olar ki, İmam Rıza əleyhissalamın vaxtında görürsünüz ki, burada Bibi Heybətdə kimin qəbri var orada? Bu bizim İmam Musa Kazımın qızı, həm İmam Rıza əleyhissalamın bacısı, Həkimə xanımın qəbri oradadır, Nərdəranda.
Rəhimə xanımın qəbri. Yəni bunlar hamısı o vaxtları İmam Rıza əleyhissalamın zamanəsində onları Azərbaycana göndərib ki, orada yəni Əhl-i Beytə olan məhəbbətdir ki, orada sizi qoruyarlar əksinə. Nə gözəl. Yəni burada orada gedən müharibələr əsasən, yəni ki, Azərbaycana ona görə göndərib ki, gedin orada siz əmin-amanlıqda qalarsınız. Bax görürsünüz ki, bugünkü gündə də həmin o qəbirləri biz bu günləri böyük ziyarətgahlara çevrilib. Allah rəhmət eləsin bizim ulu öndərimiz Heydər Əliyev də. Allah rəhmət Sonra eləsin. o Bibi Heybət məscidində gör necə o təzədəndən o necə bərpa işləri, olundu bəli, çox və gözəl. həmçinin Gəncədə İmamzadə bizim çox. Bunlar hamısı bugünkü gündə Azərbaycanda həqiqətən də Hacı Şahinin sözünə qüvvət Əhl-i Beytə verilən böyük dəyərdir və başda 12-ci imamımız bizim Həzrət Əleyhissalam olmaqla düz zamanımızın imamı İmam Zaman ağanın Bəli. İmam Zaman ağaya qədər olan hamısımızın bütün ona olan məhəbbətidir ki, bugün bu ziyarətgahlarda olan qəbirlər Və bugün də Qafqazın ən böyük məscidi Heydər məscidi. Bəli, bugün tikildi. Yəni bu hamısı Hacı Şahinin sözünə qüvvət bizim, çünki başda gələnlərimiz buna məhəbbət Doğru var, yolu seçdikləri üçün xalq da doğru yolla gedir. Bəli. Tamaşaçılar dayanmadan Zənvur, mən çox istəyirəm. Maraqlı bir sual var həqiqətən də. Qədir gecəsində halva bişirmək məqbuldurmu? Yəni olar. Qədir gecəsində xüsusi məsələn nəsə bişirmək, nəsə bu məsələlər haqqında göstəriş yoxdur. Yəni insan istənilən yeməyi bişirə bilər. Qədir gecəsində halva da bişirib ehsan etmək üçün, kiməsə vermək üçün, yəni hər hansı bir xüsusi yeməyin növü yoxdur. İstənilən yeməyi Qədir gecəsində insan bişirə bilər. Sonra bir xanım maraqlanır, ayağı ağır bir xanımdır. Deyir ki, təbii ki, ayağı ağır olan insanların oruç tutması tutmaya bilərlər. Amma bu gecədə oruç tutması yəni nə qədər doğrudurmu? Yəni günah yazılmır ki. Məlum olduğu kimi bir qrup insan oruç tutmaqdan azad olunur. Quran-ı Kərimdə də bu qeyd olunur. O insanlar xəstələrdir, səhhətinə oruc ziyan vuran xəstələr. Hər hansı xəstəliyə görə yox. O xəstəlik səhhətinə oruç tutmağın ciddi ziyanı var və yaxud da yaşlı insanlar, qoca insanlar, səfərdə olanlar və eyni zamanda süd verən analar və hamilə qadınlar. Bunlar oruç tutmaqdan azad olunublar. Bir gün tutmaq istəyirsə mütləq həkimlə məsləhətləşməlidir. Yəni hamilə qadınlar onun məsləhətləşməlidir ki, uşağın səhhətinə ciddi ziyan olarsa, ya özünə ciddi ziyan olarsa oruç tutmaqdan çəkinməlidirlər. Yəni bunu mütləq həkimlə məsləhətləşmək lazımdır. Əgər desə ki, olmaz, yay günündə ziyandır, o zaman orucu tutmasın və orucun həqiqətən də varam bu cür biliyə. Həqiqətən də ki, inanın doğrudan da alqışlayıram sizi ki, çox elmi yanaşırsınız. Bütün sualların cavabında elmi tərəfə ki, mütləq şəkildə, bax görürsünüz nə gözəl məsləhətdir, həkimə müraciət etmək vacibdir ki, həkim icazəsi varsa, bəli, oruç tuta bilərsən. Çünki səhhətiniz və övladınızın səhhəti böyük bir önəm daşıyır. Və İzzət qardaşım, bilirəm ki, ifa var. İfa, mən istəyirəm bir ifa eləyəcəm. Bunun sözlərini bizim gözəl dəyərli şairimiz Vüqar Əhmədin sözləridir. Çoxdan yazılmış bir şeirdir. Amma biz musiqi köhnə bizim xalq musiqisidir. Mən onun sadəcə sözlərini dəyişib bu mahnını ora qəşəng 3 gündən sonra bizim qonağımız olacaq. Yəni qonağımız olacaq. Bəli, fikirlərimiz var. Mən bu gözəl insanları salamlayıram dinlə bağlı. Bütün musiqiçiləri, auditoriyanı təşəkkür edirəm ki, bax, bu həsr edirsiniz, bax, bu dinlə bağlı, bax, bu insanları çağırırsınız, məlumatlandırılır. Bu da mariflənmə, bu da çox böyük şeydir. Qaldı mən, sualım belədir da, namaz qılmayan, oruç tutmayan insanlar, amma əməlləri yaxşıdır, xeyrxalq insanlar çox da, elə, nə qədər pis deyil elə onlara, amma xeyrxalqlığını eləyir. O Quranda yazıldığı kimi. Sən eləyirlər pislik, sən eləyirsən yaxşılıq. Bu insanların dünyasının dəyişində onların talihi necə olacaq? Bax, bu insanlar hər şeydə, Allahın da özü Quran da oxuyur, Allah'a da dua eləyir. Amma namaz, oruç tutmur. Bu insanların talihi necə olacaq? Bax, bu sualı mən sizdən gözləyirəm. Təşəkkür. Çox sağ ol suala görə. Sağ ol Nərmandan. Maraqlı sual. İnsanın Allah qarşısında dayandığı gün, yəni ədalət məhkəməsi qarşısında qiyamət günündə dayandığı gün insandan bir sıra vacib suallar soruşulacaq. Bir sıra suallar insanın etiqadına, düşüncəsinə, əqidəsinə aid olan suallardır. Nələrə inanmışdın? Və ikinci mərhələ insanın əməl mərhələsidir ki, bu inancın əməlində hansı təzahürü var idi, hansı təsiri var idi. Yəni ilk sual ki veriləcək qiyamətdə Rəbbin kimdir və Peyğəmbərin
ümumiyyətlə etiqadla bağlı olan və bir insan müsəlmandırsa artıq o əbədi əzaba düçar olmayacaq. Bu bir mənalıdır. Müsəlman olan şəxs əbədi olaraq əzabda olmayacaq. Amma vacib hökmləri tərk edən insan, namaz, oruc, bunlar vacib hökmlərdir. Bunların tərk olunması axirətdə hər halda insanın əzaba düçar olmasına gətirib çıxaracaq. Amma burada bir məsələni qeyd eləmək istəyirəm ki, biz insanları tez sürətlə cəhənnəmə göndərməməliyik öz zehnimizdə, təsəvvürümüzdə. Yəni biz çalışmalıyıq ki, Allahın rəhmət nəzəri ilə insanlara baxaq. Bu baxımdan ki, insanların çoxu bu məsələlərin önəmini tam şəkildə anlamayıb hələ. Düz də eşidiblər, bilirlər. Amma bəzi məqam var ki, ona lazımi şəkildə təqdim olunanda insanlar var ki, bəli, artıq qəbul Elmlənməyiblər, yəni bir doğru insan şəkildə. inatkarlıq edib bu məsələləri tərk edirsə, namazı, orucu, inatkarlıq səbəbindən, bəli, bu Yəni ehtiyac yoxdur deyirlər, bəli, vacib belə deyək. hökmü tərk etməkdir. Estağfurullah, bəli. Ona görə də dinin vacib hökmlərinin icra olunmaması hər halda axirətdə sorğu-suala və cəzaya səbəb olacaq. Amma bir insan bilməyərəkdən tərk edibsə, onun günahları bağışlanacaq. Amma ümumilikdə müsəlman olan hər bir şəxs, müsəlman dedikdə ümumiyyətlə bəzi hətta bu mövzunu da açırlar ki, məsələn bir insan, biz deyirik sonuncu din İslam dinidir. Yəni insanlar buna və şəriət buna iman gətirməlidir. Tutaq ki, bir insan xristian dinindədir, İslamdan xəbərsizdir, öz dininə uyğun əməl edib, yaxşı insan kimi yaşayıb. Bir çox alimlər deyir ki, bir insan əgər xəbərsizdirsə ondan da qəbul olunacaq. Yəni burada məqsəd inatkarlıq səbəbindən, inatkarlıq edib haqqı, həqiqəti qəbul etməyənlərə aiddir. Ona görə də bir insan namazın, orucun vacib olduğunu bilirsə, namaz böyük bir vaxt aparmır. Gündə yarım saat vaxt Allaha ibadətə sərf edir. Oruc da səhhəti imkan verən insan ildə bir dəfə oruç tutmalıdır. Amma bu o demək deyil ki, bunları etməyən insanların digər yaxşı əməllərinin onlara faydası olmayacaq. Təbii ki, o yaxşı əməllərdən Sonda hakim olan fayda da təbii ki olacaq. Allahdır. Allah. Bəli, tamamilə doğrudur. Sonda hakim olan Allahdır, tamamilə doğrudur. Və bir sual da var, deməli, namaz qılınması ilə bağlıdır ki, dünyasını dəyişən, yaxan insanların ruhu şad olsun deyə namaz qılmaq, iki əlavə, namaz qılmaq, məhz Qədir gecəsi, bu məqbuldurmu, əlavə? Və bu da sual insanları maraqlandırır. Bilirsiniz, bəziləri deyir ki, mən namazı Allaha qılıram. Təbii ki, ibadət Allaha məxsusdur. Və necə ola bilər ki, deyir, mən filan kəsə namaz qılıram. Bu, məsələn, filan insana. Bax, Allaha şərik qoşmaq kimi görünür. Bunu mən izah etmək istəyirəm ki, insan ibadəti Allaha görə edir və ibadətdən onun əməl dəftərinə savab yazılır. Elədiyi əməlin qarşılığı olaraq Allah ona nəsə bir rəhmət, neymət bəxş edir. İnsan o neyməti, onun savabı, əldə etdiyi savabı dünyadan köçmüş insana bağışlayır. Yəni, ibadəti ona eləmir. İbadət Allahadır. Sadəcə olaraq ona yazılan savabı ehsan edir. Yəni, necə biz diri insanlara yemək ehsan edirik, paltar ehsan edirik. Dünyadan köçmüş insanların ruhu da ehsana ehtiyaclıdır. Bu artıq mənəvi qidadır. Məsələn, biz deyirik ki, Quran dirilərə nazil olub, dirilərə göndərilib. Quran oxuyub ona əməl etmək üçündür. Və oxuyuruq, ondan savab da biz əldə edirik. O savabı biz dünyadan köçmüş insana bağışlaya bilərik. Nəinki Quranı dünyadan köçmüş insana oxuyuruq. Ona görə də Qədir gecəsində 2 rükət namaz qılıb dünyadan köçmüş insanlara bağışlamaq olar. Bu yaxşı əməldir və dünyadan köçmüş insanın da halına müsbət təsir qoyur. Yəni ruhu vəziyyətinə, mənəvi vəziyyətinə sanki dünyadan onlara biz hədiyyə yollamış kimi oluruq. Ona görə də Qədir gecəsində hədiyyə namazları qılmağın eybi yoxdur, əksinə bəyənilən əməl sayıla bilər. Nə gözəl. Azər, Buyur, üzr buyur, istəyirəm, buyur. Bir şey qeyd edeyim. Bəzən suallar çox olur. Görsən ki, indi yaşlı 35, 40, 45 yaşlı insanlar görsən ki, o vaxta qədər qılmayıb, sonra başlayır namaz qılmağa məsələn. Bayaq Hacı Şahinin dediyi kimi, sonra bilməyib, sonra başlayıb namaza, ibadətə gəlib, namazın qılır, orucunu tutur. Bəzən görsən belə suallarla çox rastlaşıram. Şəxsən mən özüm də rastlaşıram. Deyirlər ki, mən müstəhab namazlar qıla bilərəm, filan namaz var, onu qıla bilərəm, filan namazı qıla bilərəm. Mən bunu Instagram səhifəmdə paylaşmışam, amma efir başqa şeydir. Efirdə istəyirəm bunu deyim ki, bir var vacib əməllər, bir də var müstəhab əməllər. İnsan ümumiyyətlə əsasən vacib əməllərdə möhkəm yapışmalıdır. Vacib əməlləri yerinə yetirək. Görsən insan 40 yaşında başlayıb namaz qılmağa, amma bilir ki 15 yaşından artıq başlamadı bir oğlan namazın qılmağa məsələn. Və görsən neçə il qəzası var, gedir müstəhab namazlar qılın, amma mən deməyim odur ki, vacib olanları birinci yerinə yetirmək lazımdır. Vacib qəza qalmış namazlarımız
analarımız ki var. Onları hissə istəməz gündə birinin, gündə 2 günün, 3 günün imkan nə qədər daxilində Təbii, çalışırıqsa, yəni əsas vacibatları yerinə yetirək, Bəli. sonra qalsın müstəvlər. Tamamilə doğrudur. Tamamilə doğrudur İzzət qardaşım. Doğrudan da bu suallar çox olur və vacib əməllər mütləq yerinə yetirilməlidir və mən də deyirəm ki, xoşbəxt o insanlardır ki, bunu dərk edir və çox doğrudur. Bəli, doğru da cavab verdi. Hacı ki, bəli, insanlar var ki, onların əməlləri də, gördüyü işlər, xeyirxalq işləri də, sonunda hakim olan Allahdır. Çünki biz nə ediriksə, əgər Allah rızası üçün ediriksə, belə deyək, mükafatı da Allahdan gözləyirik. Əgər biz etdiyimiz yaxşı işlər özümüzü tərif etmək üçündürsə, özümüzü bəyəndirmək üçün edilirsə, bu düz olmaya bilər. Amma Allah rızası üçün edilən işlərin hamısının yəqin ki, Allah mükafatını verər. İnşallah, amin deyirəm. Və zənglər var. Zənglər var. Tamaşaçılarımız çox rica edirlər ki, bizim qardaşımız Kərbəlayı Vüqar ana şeirin. Çünki çox gözəl bir istəkdir əslində. Çox gözəl bir istəkdir əslində. Çünki bu dünyaya sevdiyimiz peyğəmbərlərimizi bəxş edən də anadır. Təbii ki, Allahın rızası ilə ilk. Elxan qardaşımız da Bütün analarımıza buyur. can sağlığı versin. Dünyasını dəyişənlər Allahın rəhməti olsun. Analar bizim başımızın tacıdır, gözümüzün nurudur. Analar müqəddəsdir, əzizdir. İnşallah deyərəm, mən də ana haqqında bir qəzəl deyərəm. Ey könül təxtimizin sərvəri sultanı ana. Ey könül təxtimizin sərvəri sultanı ana. Sənin uğrunda fəda eyləyərik canı ana. Zövq-i cənnətdir mübarək üzüvün seyri mənə. Zövq-i cənnətdir mübarək üzüvün seyri mənə. Neynirəm gülşəni gülzarı gülüstanı ana. Ana bir zat-ı müqəddəsdir, mələk xislətdir, qədəmi ilə bəziyər cənnəti rizvanı ana. Mənim uğrumda ağartdın saçıvın qarələrin. Qurban ağ tellərinə ömrümün hər anı ana. Nurlu simana nəzər salmaq ibadətdəndir. Ey cahan mülkünün ən mötəbər insanı ana. Gəlsə dünya üzünə hər nə qədər nazlı gözəl, atılan dırnağımın min biri qurbanı ana. Sənə bu şeiri Vüqar yazdı kiçik töhfə kimi. Ey ömür bağçamın ən ətrili reyhanı ana. Ey ömür bağçamın ən ətrili reyhanı ana. Çox sağ olun, çox sağ olun. Çox gözəl, çox gözəl. Həqiqətən də Peyğəmbərimiz deyərdi, cənnət ananın ayaqları altındadır və Peyğəmbərə mən oxuduğum yəni, məlumatıma görə sual edirlər ki, əgər bir insanı ata və ana eyni zamanda çağırarsa, ya Peyğəmbər, kimin çağırışına birinci cavab verər deyə birinci ananızın çağırışına gedin. Çünki hər bir qadının hesab verəcəyi insan əridirsə, hər bir ərin hesab verəcəyi insan anadır. Peyğəmbərimiz belə söyləyib. Yəni, bəli, nə olursa olsun, hər kişinin borcudur ki, anaya hesab versin. Çünki anaya hesab vermək lazımdır. Ona görə ki, onun narahatçılığı, yuxusuz gecələri sənə haram olar. Əgər sən onu məlumatsız qoysan, Allah bütün anaları var eləsin. Və arzum budur ki, Allah nəinki bu dünyada, ahirətdə də analarımızı yanımızda etsin. İnşallah, amin. Hər birimizə bunu arzu edirəm. Və ana haqqında, bax, dinimizdə keçən söhbətlər var. İstəyirəm ki, bax, bu barədə bir daha danışaq. Doğrudan da ana adı çəkiləndə insanların əhval-ruhiyyəsi dəyişir. Bu, ananın möcüzəvi xüsusiyyətlərinin göstəricisidir, nümunəsidir. Yəni, doğrudan da Allah rəhmətinin yer üzündə ən üstün təzahürlərindən biri anadır. Allah rəhmətini ana vasitəsilə müşahidə eləmək olur. Belə bir hədis yadıma düşdü ki, bir gənc oğlan can verir və deyirlər ki, çətin can verir.
çətin can verir və Peyğəmbər onun başının üstünə gəlir, Peyğəmbərimiz Salavatullah gəlir onun başının üstünə və ona tohid kəlməsini təlqin edir. Deyir, la iləhə illallah deyə son nəfəsində. Bunun dili tutulur deyə bilmir. Nə qədər eləyir bu sözü deyə bilmir. Peyğəmbər təbii ki Allahın Rəsuludur, anlayır. Deyir ki, yəqin ki bunun valideyni bundan narazıdır. Anası varmı bunun, deyirlər, bəli. Anasını çağırır, deyir sənin bundan narazılığın var. Ana deyir, bəli, mən övladımdan narazıyam. O mənə əl qaldırıb. O mənə əl qaldırıb, ona görə də mən onu bağışlamamışam, ürəyimdə incimişəm, ürəyim sınıb ondan. Peyğəmbər xahiş edir anadan, deyir ki, oğlu bağışla ki, o dinsiz, imansız dünyadan köçməkdədir. Ən həssas məqamdır insanın can vermə məqamı. Belə məqamda sən onu halal etməsən, o imansız öləcək və bu təhlükəli bir. Ana deyir, xeyr, bağışlamıram. Peyğəmbər deyir, od gətirin, od yandırırlar, gətirirlər. Oğluna yaxınlaşdıran zaman ana deyir, mən onu bağışladım, günahından keçdim, razı deyiləm ki yansın və Peyğəmbər bundan sonra oğlanın dili açılır. Dili açılır və la iləhə illallah deyir, dünyasını dəyişir. Doğrudan da ananın, hətta övlad nə qədər anaya qarşı nankör olsa belə, onun dünya odunun ona tərəf gətirilməsinə dözmür və Peyğəmbər bu vasitə ilə o övladı bağışlatdırır anaya. Çünki ana razı olmaz ki, axirətdə övladı əzab içində olsun. Ana, ataları bizə çox tapşırıblar. Quranda uf sözü bircə dəfə işlənib. Uf valideynlə bağlı, valideynlərinizə, ata-ananıza uf da deməyin. Və Qədr gecəsində çox təşəkkür edirəm Azər müəllim. Bu sualı verdiniz. Ümumiyyətlə bu verilişə görə də oradan da həqiqətən səmimi şəkildə təşəkkür edirəm. Kanalın rəhbərliyinə, sizə, hər birinizə. Bu doğrudan da gərəkli mövzudur. İnsanların ehtiyacı var. Qədr gecəsində Allah dərgahına yönələn insanlar getsinlər, valideynləri sağdırsa onların əlindən öpsünlər, üzlərindən öpsünlər, onların halallığını alsınlar. Ata, ana kimdən narazıdırsa, bu rəhmət ayında Peyğəmbər buyurub o insanlar bağışlanmayacaq. Siz təsəvvür edin, yəni bu ayda hamı bağışlanır, amma valideyn kimdənsə narazıdırsa, o Allahın rəhmətindən ümidsiz olur, kənar olur. Ona görə də insanlar bu günlərdə ata-analarından halallıq alsınlar. Əgər ata-anaları dünyasını dəyişibsə, onlara savab hədiyyə eləsinlər, axirətdə onları şad etsinlər, onların ruhunu şad etsinlər. Yəni, ana və ata müqəddəs bir varlıqdır. Allahın gözəl sifətləri, rəhmət sifətləri dünyada onlar vasitəsilə biz onları tanıyırıq və ona görə də ata-anaya dəyər vermək bizim həm də milli xüsusiyyətimizdir. Dinimizdən gələn, eyni zamanda Azərbaycanda ağsaqqala, ağbirçəyə, anaya, ataya sayğı, hörmət, yəni bizim qanımızdadır, bizim milli xüsusiyyətimizdir və dinimiz də bu xüsusiyyətə olduqca böyük önəm verir. Xüsusilə Ramazan ayında da valideynlərimizi özümüzdən razı salaq, valideynlərə xidmət eləməyin savabını heç bir şeylə ölçmək olar və sonunda bir hədis deyim ki, kim ata-anası ondan narazı olsa, nəinki cənnətə getməz. Peyğəmbər buyurur ki, cənnətin qoxusunu belə, ətrini belə hiss etməz. Cənnət ağ valideynlərə, yəni valideynin üzünə ağ olanlara cənnət haramdır. Ona görə də valideynlərimizin gərək qəlbini özümüzdən razı edək. Mütləq. Allah razı olsun. Təşəkkürlərimizi. Bəli, iftar zamanıdır və Allah hər bir kəsin orucunu qəbul etsin. Amin deyirik inşallah və buyurun xahiş edirəm xanım. Allah rızası üçün iftar açmaq. İftarın mən duasını Duasını verin, bəli, hacı. İftarın duasını verə bilərsiniz. Allah bütün oruç tutanların, bu ayda ibadət edənlərin oruclarının ibadətlərini qəbul eləsin. Xüsusilə bugün Ramazan ayının ən üstün, ən fəzilətli günlərindən biridir. Allah bugünkü orucu bütün oruç tutanlardan qəbul eləsin. Allah bu gecənin bərəkətindən, fəzilətindən, Qədr gecəsinin rəhmətindən bizi binəsib eləməsin. Allah bu gecə etdiyimiz ibadətləri, duaları bütün müsəlmanlardan qəbul eləsin. Bu iftar zamanında dualar tez qəbul olunur. Odur ki, ona görə də bu səbəbdən mən Azərbaycan xalqının ən yaralı yeri, ən mühüm dərdi olan Qarabağ dərdini bu iftar zamanı yad eləmək istəyirəm. Allahdan istəyirəm ki, Allah torpaqlarımızı azad eləməkdə bizə yardımcı olsun. Allah milli ordumuzun gücün, qüdrətin, izzətin günü-gündən artıq eləsin. Bütün torpaqlarımız uğrunda canından keçən şəhidlərimizi, xüsusilə bu son döyüşlərdə şəhid olan
qardaşlarımızı Allah öz rəhmətində qərar versin və Allah torpaqlarımızın keşiyində dayanan əskərlərimizi hər cür bəlalardan qorusun. Allah bütün ibadətlərimizi qəbul eləsin, Azərbaycanımızın bayrağın dünyanın hər yerində uca eləsin. Allah qəbul eləsin. Allahümmə ləkə sumtu və alə rizqikə əftərtu və aleykə təvəkkəltu ya vəsil məğfirəti iğfirli. İlahi, sənə görə oruç tutdum və sənə təvəkkül etdim, sənin verdiyin ruzun ilə iftar açıram və səndən bağışlanmaq istəyirəm. Ey rəhməti geniş olan Allah, mənim günahlarımdan, bizim günahlarımızdan keç və tutduğumuz orucları, ibadətləri qəbul et. Amin inşallah. Qədir gecəsində Qur'an-ı Kərimi başı üzərində qoyub dua. Niyə, yəni bu edilməlidirmi, bu məqbuldurmu? Buyurun. Bu simvolik bir ayindir. Quran baş üzərinə qaldırılır, qoyulur. Quranın nazil olduğu gecə Quranın baş üzərinə qoyulması Qurana hörmətin, ehtiramın ifadəsidir. Yəni Quranın yeri bizim başımızın üzərindədir və əslində biz bununla həm də bunu göstərmək istəyirik ki, biz həyatımızı Quran-ı Kərimin tələblərinə uyğun şəkildə qururuq. Yəni yalnız Quranı başımız üzərinə qoyarıqsa, amma həyatımızda Quranın göstərişlərindən əsər əlamət olmazsa, bu biraz qeyri-səmimi olar. Ona görə də Quranın nazil olduğu gün Quran baş üzərində qoyulur. Həm də bu bir millətin kitaba verdiyi dəyərin göstəricisidir. Yəni hər hansı bir xalq kitabı başının üzərinə qaldırıb qoyursa, bu dəyərli bir xalqdır və doğrudan da bu gözəl bir adətdir. Yəni dinimizdə də Allahın rəhmətinə layiq bir xalqdır. Bəli, hədislərdə də nəql olunub ki, məsumlar Quran baş üzərinə qoyublar və ümumiyyətlə bu ayının Qədr gecəsi icra olunması özü mübarək bir ayindir və bunun edilməsi çox yaxşıdır və Quran baş üzərində olan da dualar da ümid edirik ki, daha tez qəbul olunur. İnşallah, amin deyirəm. Və bəli, əfsar olsun ki, bizim verilişə ayrılan vaxtımız azalmaq üzrədir və mən bu məlumatı da istəyirəm ki, söyləyim. Deməli, hər kəs bilir ki, hər axşam verilişdən sonra həmən ATV-nin 21 xəbəri efirdə olur. Deməli, telefon, planşet və kompüter, bəlkə heç ağzınıza da gəlmir ki, bu cihazlardan yayılan parlaq işıq artıq çəkiyə səbəb ola bilər, ziyanından söhbət gedəcək. Deməli, nə qədər onlardan çox istifadə edirsinizsə, bir o qədər də təhlükəsi var. Maraqlı xəbəri izləyəcəksiniz. Bakı kəndlərindən birində qadını ilan sancıb, gül kolu dibində ilanla qarşılaşarkən hansı hisslər keçirdiyini yəni biləcəksiniz. Çox təhlükəli. Bugün çoxdur bu hadisələr ilan zəhərlənməsindən və paytaxtda inanılmaz hadisə qeydə alınıb. Yaşlı bir şəkər xəstəsi olan qadının sol ayağının kəsilməsinə diaqnoz qoyulub. Amma sağ ayağı kəsilib. Dəhşətdir. ATV-nin 21 xəbərində siz daha maraqlı xəbərləri izləyəcəksiniz. Həmən təbii ki, bu verilişdən sonra. Və bəli, artıq veriliş tamamlanır. Mən sizə də deyirəm, Allah orucunuzu qəbul eləsin. Və artıq 2 dəqiqə vaxtımız qalıb. Bərabər bir yerdə iftar açdıq burada. Bəli, nə gözəl. Bəli, nə sual var? Aha, bir Əhya gecəsinin qüsulu barədə qüsul, bəli, soruşurlar. 2 dəqiqə vaxtımız var, bəli. Gecənin əvvəlində hal-hazırda artıq gecə daxil olub, qüsul ala bilər. Qədr gecəsinin qüsulu niyyəti ilə adi qüsul alınan qaydada baş yuyulur, sağ tərəf və sol tərəf. Niyyət Qədr gecəsinin qüsulunu alıram qürbətən ilə. Aha, nə gözəl, nə gözəl. Buyur, İzzət, sözün varsa. Aha. Elxan qardaş, sözün varsa buyur, çox qısa bir şəkildə buyur. Çox qısa deyəcəm inşallah. Mən bir də təşəkkür edirəm sizə Azər müəllim, bu televiziyanın işçilərinə, əməkdaşlarına, Allah razı olsun. Bir salamı göndərirəm öz qrupumuza, bu televiziya vasitəsilə, Vətən İlahi Nəğmələr qrupuna, tək-tək bütün üzvlərinə salam göndərirəm. Xüsusən də, bəli, zəhmətləri böyüdür, bəli. Allah razı olsun. Xüsusən də Seyid Rövşən qardaşıma. Sağ olsun. Var mı Vüqar qardaşım, deyəcək sözümüz varsa buyurun sizlə rica edirəm. Allah razı olsun hər birinizdən. Çox sağ ol Azər. Və Allah səndən də razı olsun ki, sağ ol, estağfurullah. Verilişin başında sənsən, aparıcı sənsən. Estağfurullah. Allah sənə canını sağ eləsin ki, belə gözəl qardaşları, insanları bura yığırsan hər həftə. Allah rəhbərliyimizə razı olsun ki, rejissor, pult arxasında ərsən rejissorlarımız. Sağ olsun, Natiq qardaşımız. Operatorlar, hamısı Natiq, sağ olsunlar. Bütün yaradıcı heyətə, Zümrüt xanıma da, bir taktik təşəkkürlər. Qardaşımıza eşq olsun.